Xeyr, gəlin baxaq əsas və köməkçi sözlər. Biz sizinlə artıq 11 nitq hissəsi və 10 nitq hissələrin 2 hissəyə ayrıldığı barədə məlumat keçmişik. Əsas nitq hissələri müəyyən suallara cavab verir, cümlə üzvü ola bilir, leksik mənaları var. Sözün kökünə şəkilçi əlavə etmək olur. Köməkçi nitq hissələrinin isə leksik mənası yoxdur, şəkilçi qoşmaq olmur, sual vermək olmur, ancaq qrammatik mənası vardır. Cümlə üzvü belə ola bilmir. Gəlin baxaq. Biz meşədə çoxlu nadir heyvan və quş gördük. Biz şəxs əvəzli idi, uyğun gələcək əvəzliyə. Meşədə harada isim. Çoxlu nə qədər say. Nadir heyvan, nici heyvan, nadir sifət. Heyvan nə heyvan? Heyvan isimdir. Və köməkçi nitq hissəsidir. Quş nə? Quş isimdir. Gördük nə etdik? Gördük hərəkət bildirən sözdür. Doğru yoxsa yanlış? Şəhər göl sözləri ümumi isimdir. Bəli, doğrudur. Əgər onlara verilən ad olsaydı, bu xüsusi isim olardı. 5-ci sözün nə qədər sualına cavab verir? Xeyr, yanlış. Neçənci sual olmalıdır? Neçənci? Biz ikinci şəxsin cəmini bildirəməzlikdir. Xeyr, yanlış. İkinci yox, birinci şəxsin cəmidir. Xeyirxah ağıllı sifətləri keyfiyyət bildirir. Biz demişdik ki, sifətlər iki yerə bölünür. Əlamət və keyfiyyət bildirənlər. Əlamət bildirənləri gözlə görmək olurdu. Keyfiyyət bildirənləri isə gözlə görünə bilmirdi. Bu isə əsasən insanın xarakterinə məxsus sözlər idi. Ona görə bu nə olacaq? Doğru. Və amma çünki sözləri anlayış ifadə etmir. Bəli, köməkçi nitq hissələri, köməkçi sözlərdir. Doğru. Gəlmədi və oxumayacaq feilləri inkardadır. Bəli, baxın, maməsi var. Oxumayacaq. Doğru. Deyir ki, ana aldı. Deyir ki, say, sifət və isim əlavə etməklə cümlələri genişləndirin. Ana aldı. Yazaq. Mən yazdım ki, ana aldı. Baxın, 2 saydır, şəkilli sifətdir, kitabda isimdir. Yazıb, qeyd elədim. Siz təbii ki, cümləni dəyişə bilərsiniz. Növbəti cümlə müəllim söylədi. Mən yazdım ki, gözəl müəllim bir şeir söylədi. Siz dəyişə də bilərsiniz. Gözəl bir müəllim şeir. Ramiz gətirdi. Ramiz 3 böyük kisə gətirdi. Bunları siz rəqəm yerinə hərflə yazıda bilərsiniz. 3 böyük, 3 saydı, böyük sifətli, kisə isə isimdir. 4-ə keçək. 4-də nədir? Əskər gördü. Burada yazdım ki, əskər meşədə, meşədə isimdir. 4 balaca, burada sifət yazmadım. 4 balaca uşaq gördü. Balaca sifətli, 4 saydı, uşaq gördü. 5. Nə deyir 5-də? Bağban dərdi. Bağban bağdan nə dərəcək? Bağban bağdan 5 armud dərdi. 6-cı cümləmiz. Dərzi tikdi. Dərzi un qırmızı, un sarı don tikdi.
Keçək növbəti tapşırığımıza. Cümlədəki köməkçi sözləri müəyyən edin. Ana çox sevinirdi çünki oğlu yarışda qalib olmuşdu. Çünki Rasim və anasını qonaq çağırdım, ancaq gəlmədilər ancaq bağlayıcı, ancaq da bağlayıcıdır. Mübariz ilə Fərid, deməli, Mübariz ilə Fərid ilə mərd və bacarıqlı əskər oldular və Arzu və Məlahət dərsdə iştirak etmirlər, çünki xəstədirlər. Çünki adlarından xətt çəkmiş oldum. Verilmiş xüsusiyyətlər uyğun atalar sözlərinin müəyyən edin. İsimdir, ümumidir, konkretdir. Gəlin baxaq. İsimdir, ümumidir. Bu isimdir. Əvvəl bax bunu təyin etməyə çətin gəlirsə, bu da isimdir, bu da isimdir. 3 dənə isimdir. Bir ümumidir. Ümumidirsə, onda nə ola bilməz? Şəki ola bilməz, xüsusidir. Ümumidir, konkretdir. Yəni konkretdirsə, gözlə görə birlikdə, onda birə nə olacaq? De. Yazaq qabağından de. De getdi artıq. İsimdir hara? İsimdən 2 dənə qaldı. Hara sualına cavab verir. Hara sualına cavab verən şəki olacaq. Düzdür? İsimdir, ümumidir, mücərrəddir. Yəni gözlə görünmür. Onda şey olacaq, fikir. Düzdürmü? Şeylə də A getdi. Feildir. Baxıram, o apardı, qaçır və oxuyacaq. Üçü də feildir. Keçmiş zamandadır. Keçmiş zamandadır. Qaçır indiki, oxuyacaq gələcək. Onda B olacaq. İndiki zamanda təsdiqlədir. O zaman qaçır C. İndiki zaman ır. Feil gələcək zamanda təsdiqdədir. Oxuyacaq. G olacaq. Gəlin keçək iş dəftərimizə. Deyir ki, birinci sətirdə, baxaq. Birinci sətirdəki nümunəyə uyğun olaraq cədvəli tamamla. Deməli, şirin, böyük, nədir bu sifət? Məndə şirinli, böyükdür, uzun. Necə? Çox, 2, yüzlərlə say. O, siz, biz. Əvəzlik. Öyrənmək, yazmaq, oxumaq, feil. Və, çünki, amma. Bunlar nədir? Köməkçi sözlər. Bağlayıcı deyə də bilərik. Ya adını birbaşa yazaq, bağlayıcı. Cümlədə nöqtənin yeni uyğun gələn köməkçi sözlər əlavə et. Əli, Günay və Aylin məktəbə getdilər və Lalə 3-cü mərtəbəyə liftdən qalxdı. Lakin Tahir, amma ancaq da deyə bilərsən. Amma ancaq lakin. Çox sevinirəm, rəfiqəm bizə qonaq gələcək. Çox sevinirəm, çünki səbəbdir. Çünki rəfiqəm bizə gələcək. Əvəzlikləri feillərə uyğun olaraq dəyişir, cümlələri yenidən yazaq. Biz ingilis dilini də öyrənməliyik. Biz ingilis dilini də öyrənməliyik. Mən gündəlik idmanla deyir, əvəzlikləri feilə uyğun dəyiş. Əvəzlikləri deyir, feilə uyğun dəyiş və cümlələr yerinə yaz. Əvəzlikləri dəyişməli, feillərə uyğun. Siz olmalıdır burada. Siz öyrənməlisiniz. Çünki biz dəyişməli olduğumuz burada deyir, feildir. Mən gündəlik idmanla məşğul oluruq. Oluruq biz. Biz gündəlik idmanla məşğul
oluruq. Siz çimərliyə gedəcəksənmi? Sən çimərliyə gedəcəksənmi? Onlar Samirlə Gəncəyə getdik. Biz Samirlə Gəncəyə getdik. Deyir, verilmiş feillər tələb olunan qaydada işlət. Öyrənmək təsdiqdə, inkarda birinci şəxsin təkindədir. Yaxşı. Dəyişir. Deməli, öyrənmək feilini öyrənirəm mən. Gözləməyi inkarda olacaq müəlliməsi. Keçmiş zamanda deyilsi. İkinci şəxsin cəmində siz. Siz gözləmədiniz. Gözləmə. Bax, mə inkar deyil. Keçmiş zaman. Siniz. Gözləmədiniz. Barışmaq təsdiqdə. Gələcək zamanda acaq-əcək. Üçüncü şəxs onlar. Barışacaqlar. Barışacaqlar. Yapışmağı inkarda. Keçmiş zaman üçüncü şəxsin təkində. Deməli, inkar var. Müəlliməsi yapışmamaq. Yapışmadı. Keçmiş zaman üçüncü şəxsində o yapışmadı. Yapışmadı. Üçüncü şəxsin təkində bilirsiniz ki, xüsusi şəxs olmaq şəkilçisi yoxdur.